Üzeyir Hacıbəylinin mən bir felyetondan misal demək istəyirəm. Üzeyir bəy deyir ki, niyə üçün Avropalılardan mühəndislər, müəllimlər, həkimlər çıxır, bizdən isə yalnız qoçular çıxır. O dövrün dili ilə danışır. Bu bizim zatımızdandırmı? Deyir, əsla yox. Kimə, harda, necə meydan verilirsə, ona uyğun qəhrəman yetişir. Bugün bizim qəhrəmanlarımız dırnaq içində çoxalıbdır. Amma əsl qəhrəmanlar təbii ki, onlar öz otaqlarının küncündə bütün sahələrdə, mən tək musiqiçi demirəm, ola bilər elmin başqa sahələrində də belə insanlar var, rəssamlıqda da var, rejissorluqda da var, aktyorluqda da var. Bu insanlar həyatının inkişafının axarlığını gözləyir. Bəzən mübarizə aparmaq lazımdır. Bəzən mən tələbələrə deyirəm ki, ən böyük həyatda qalibiyyət özünə qalib gəlməkdir. Bu da yalnız fəaliyyətdən keçir. İnsan özünə qalib gələ bilirsə, deməli, o artıq bir çox şeylərin üzərinə gedə biləcək vəziyyətdədir.